Əgər bu vaxt kofe içsək, kofein qəbul etsək, kortizol dalğasını təbii olaraq pozmuş olarıq. Səhər oyanan kimi kofe içirsən və elə bilirsən ki, o sənə enerji verir. Amma bədən elə düşünmür. Oyanandan sonra təxminən ilk 30-45 dəqiqədə kortizol hormonu təbii olaraq pikə qalxır, yüksəlir və bu bədənin oyan siqnalını təmin edir. Əgər bu vaxt kofe içsək, kofein qəbul etsək, kortizol dalğasını təbii olaraq pozmuş olarıq. Nəticə olaraq bir müddət sonra bədən kofeinsiz oyanmır, kortizollar sabahları aşağı, axşamlar isə yüksəlmiş olur və biz özümüzü davamlı olaraq yorğun, gərgin, yuxusuz hiss etməyə davam etmiş oluruq. Elmi araşdırmalar deyir ki, kofe kortizolun pikinə deyil, onun düşməyə başladığı vaxta uyğun içilməlidir. Yəni oyanandan sonra su içib 60-90 dəqiqə sonra kofe içməyiniz məsləhət görülür. Bu zaman siz kortizol ritminizlə dost olacaqsınız. Əks təqdirdə onu pozmağa doğru yönəlmiş olacaqsınız. Və son mesajım olaraq kənardan özünüzə enerji axtarmayın. Çalışın orqanizminin balansınızı qoruyasınız. Özünüzdən müğayət olun və bu videonu kofe sevər dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.